Sən işə getmirsən, pul gəlmir. Sən oğurluq eləmirsən, pul gəlmir. Sən aldatmırsansa, pul gəlmir. Sən yoxsansa, pul da yoxdur. Biznesmen yatanda da pul qazanır, belə deyək də. Ya deyirlər ki, sevdiyin işi gör. Tamam. Əgər mən nə bilim ki, hansı işi sevirəm. Bəzən sənin istirdiyin pul sənin itirə biləcəyin insanlığı qoruyur. Yəni işgüzarlığı biz uşaqlıqdan öyrənmişik. Ona görə çətinliyə düşən zaman biz motivasiya axtarırıq. Biz iş görürük. Mən bir il burada ölməməliyəm, yaşamalıyam. Sistemi yaradan zaman sistem problemləri həll edir, sən yox. Çay gətirdim mənə, gördüm əlləri əsər belə. Sən bilirsən, sən kimsən? Ne istəyirsən? İşçilər necə idarə etməlisən? Komanda necə olmalıdır? Düz fikir versən, bitirdiyin şey səni ağrıtmamalıdır. Ona bir təcrübə kimi baxmalısan. Salam, şəxsi inkişaflarına fikir verənlərin kanalı 2X-in bugünkü qonağı 30 illik biznes təcrübəsi olan biznes mentor, coach Ərşad Xankişiyevdir. Ərşad bəy bizə Türkiyədən qoşulur. Biz indiyə qədər podkastlarımızın hamısını üzbəüz eləmişik. İlk dəfədir belə bir podkast eləyirik. Hansı ki, Ərşad bəy Türkiyədədir, mən Bakıdayam. Ərşad bəy işləri ilə bağlı Türkiyədədir. Və mən indi onunla telefon vasitəsilə danışıram. Ərşad bəy, necəsiniz? Halınız, əhvalınız? Sağ olun, şükür Allah, hər şey yaxşı. Siz necəsiniz? Şükür yaxşı olasınız. Bayaq təqdim eləyəndə dediyim kimi, Ərşad bəy 30 illik biznes təcrübəsi var və 5 fərqli sahədə biznes fəaliyyətini davam elətdirir. İlk öncə ümumiyyətlə başlayaq Ərşad bəyi tanıyaq. Ərşad bəy indiki fəaliyyətini və bu 30 il müddətində baş verənləri bizlə bölüşsün, bizi dinləyənlər də Ərşad bəyi tanısın. Buyurun Ərşad bəy. Bunlardan restoran biznesidir. Bizim bir kompleks var, 3600 kvadrat, orada 3 tane restoran, bir qadın xidmət göstərilən spa usluğu, bir kişilərin spa xidməti, bir də kosmetoloji salondur. Hardasa 150-180 nəfər orada insan çalışır. Ondan sonra hal-hazırda Türkiyədə bir proyekt içində işləyirik, kampanyonla burada restoran açmaq. İkinci proyektimiz Dubaydadır. O da hardasa bir 200 saya bırakılacaq. İndi müharibə ilə bağlı biraz çatışmamazlıq var. Bizim başqa istehsal sahəmiz var. Kənd sərvət məhsullarının qablaşdırılması, plastik yaşlar istehsal edirik. Başqa nəqliyyat, daşıma, 22 dənə bizim Eurofora var. Hansı ki o maşınlar Volvo maşınlarıdır. Yük daşımayan logistika işi var. Logistika işi görür. Başqa biraz investisiya işlərimiz var. O da ki Amerikan aksiyasına qoyulub. Onlar da orada dondurulub hal-hazırda Rusiya ilə bağlı sanksiya qoyulduğundan. Məncə hamısını danışdım. Bir də ki bizim Çilyabinsk şəhərində böyük fruktov kampaniyamız var. Uralda ən böyükdür. Onun filialları var. Qazaxstanda, Krasnodarda, Moskvada. Hal-hazırda da Azərbaycandan son 5-6 ildir ki biz eksport, meyvə səbzə, Rusiya, ixracat, bir də mağazinlərə, supermarketlərə yollayırıq. Qısa biznes haqqında bu. Sizin həm bu praktik olaraq da, yəni biznes sahəsindəsiz, həm də biznes coach və mentorsuz. Yəni bu işi həm təcrübə baxımından, həm də belə bir pedaqoq kimi həm edirsiniz, həm də öyrədə bilirsiniz. Düzdür? Bu bizim yeni bir proyekt demək olar ki, yəni təlim keçmək, insanları həyat tərzini dəyişmək, biznesdə olan problemlərin həlli yolunu tapmaq üçün mən 8 ildir bu sahədə biliklər əldə elədim. 8 il? Bəli, psixoloq, konsultasiya, coach, Milton Eriksonu məktəbimi qutardım. Bir də bizdə Ego Resource bir universiteti var, onun da tələbəsi oldum. Business coach adlı bir şkoldadır orada, məktəb. NLP proqramlarıdır, bu sahəni biraz dərindən bilmək üçün. Onu öyrəndikcə bildim ki, bizim biznesdə olan problemlər bizim düşüncəmizlə bağlıdır.
həyatda olan bütün problemlərin kökü var yəni. Onları araşdırdıqca mənə çox xoş gəldi bu sahə. O sahəni bir proyekt kimi həyata keçirdirik. Hal-hazırda Ərşad bəy, indi 30 illik bu təcrübə və business coach, mentor, indi dinləyənlərin, indi sizi əlbəttə tanımayanların ağlına ilk gələn şey olur ki, insanlar sıfırdan qalxmaz, onlara mütləq dəstək olunub və yaxud da ki, başqa fikirlər yaranır və məsəl üçün, hansısa bir iş adamı, bir biznesmen, milyonçu falan adı çəkəndə deyirlər ki, onun atasından qalıb, onun nə bilim filan kəsindən qalıb, ona filan dəstək olunub. Mən sizi tanıyıram az çox və istəyirəm ki, dinləyicilər də bilsinlər ki, siz hardan gəlmisiniz, necə gəlmisiniz bu biznesləri, necə bu vəziyyətə gətirmisiniz, necə biznes coach, mentor olmusunuz. Yəni sıfırdan istəyirəm ki, qısa bir həyat hekayəsi. Harda oxumusunuz, hansı təhsil almısınız? Mən Biləsuvar rayonunun Nərimankənd kəndindənəm. 1966-cı ildə dünyaya gəlmişəm. Orta məktəbi 1983-cü ildə qurtardım və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq Fakültəsinə qəbul oldum. 1988-ci ildə oranı qurtardım. O vaxt Sovetlər dövrü idi. İnstitut tarixində birinci dəfə idi ki, ölkə kənarına təyinat verilirdi. Və 19 dənə yeri var idi təyinatla, amma heç kim getmək istəmirdi. Çünki Qazaxıstanın şəraiti Azərbaycana uyğun olmur. Və kim orada sluj eləmişsə armiyada, onlar deyir ki, orada yaşamaq mümkün olmayacaq. Baxmayaraq ona bizi rektor bir iclas keçirdi. Orada dedi ki, bu yerlərdə olmayınca heç kimə təyinat verilməyəcək. Və könüllü şəkildə mən gedib orada birinci qol çəkdim. Və qalanlar da mənim bir dostum Xəzər adında, o da mənimlə bərabər. Sonra bəzi insanlar könüllü, bəzi könülsüz. Bu şəkildə biz Qazaxıstana işləməyə getdik. Bir ildən sonra orada 3 nəfər qaldı. Onlar da bir ildən sonra qayıtdı. Yəni o gedənlərdən bir tək mən qaldım. Qazaxıstanda vəziyyət çox pis oldu. Yəni məktəblərdə işıq olmadı, məktəblər bağlandı, bəzi sadiqlərdə işıq olmadı. Bu şərait çox pis olduğundan çox fikirləşdim ki, bu uşaqların taleyi necə olacaq? Uşaqlar balaca idi. Amma mən Rusiyaya gedib gəlirdim işlə bağlı olaraq. Oradan orta məktəb, sadiq, hər şey yəni qaydasında gedirdi. Ona görə 2000-ci ildə mən Kustanay şəhərindən, Qazaxıstandan Çilyab şəhərinə Rusiya köçəsi oldum. Və 2000-ci ildə bizim dediyimiz kiçik biznesləri biznes şəklinə salası oldum. Yəni ilk biznesi yuridik oradan başladım. Şirkət şəklində. Və 26 il müddətinə dediyim biznesləri qurdum. Hal-hazırda sistem şəklində çalışır, hər şey yaxşı. Atam kolxozda işləyib, kənd təsərrüfatı işlərinə məşğul olub. Anam evdar qadın olub, həm də paralel işləyib. Biz valideynin üzrün bir səhər görərdik, bir də axşam. Özümüz də əlimizdən gələn hər bir şey, mal eyvan oturmaq, nə bilim, pambıq çörmək, pambığa getmək, ot biçmək, belə həyatları keçirmişik. Yəni çətin günlər olub. Bunun bizim biznes qurmağımıza mane yox, əslində kömək olub. Yəni işgüzarlığı biz uşaqlıqdan öyrənmişik. Ona görə çətinliyə düşən zaman biz motivasiya axtarırıq, biz iş görürük. Bu önemli şeydi. Gözəl sözdür, gözəl sözdür. Ərşad bəy, bu 30 il böyük müddətdir də, bu 3 deyil, 5 deyil, 30 ildən danışırıq da. Sizə 30 il davamlılığı saxlamağa kömək edən bir düşüncə olmalıdır da, bir yanaşma olmalıdır. Bu nə olub sizdə? 30 il siz bu davamlılığı saxlamısınız. Bu düşüncə nə olub? Həyatda səhvlər həmişə var. Biznesdə də eyni səhvlər olur. Amma bir fərqi var ki, səhvlər sənin münasibətin. Mən şəxsən səhv edən zaman niyə etdim, orada ilişib qalmıram. Oldu, bilməməzlikdən əmələ gəldi, yəni səhv. Və o səhvə bir pillə kimi baxıram ki, bu mənim təcrübəm olsun, bir də o səhvi təkrar etməyim. Yəni, səhv insanın həyatında olur, amma sənin ona münasibətin necədir? Əgər sənə negativ yanaşırsansa, mən pis adamam, mən bu işi başarmıram, məndən heç nə olmaz, bu iş mənim iş deyil, sən orada ilişib qalırsan. Amma sən ona deyir, fikir verəndə ki, bəs bu səhv mənə nə öyrətdi? Təcrübə verdi. Sən o təcrübədən istifadə edib, inkişaf edirsən. Bu mənim üçün nə olub? İkinci, dövrə uyğun düşüncəni dəyişmək. Yəni, biz deyə bilərik ki, 15-20 il bundan qabaq olan həyat tərzi indikindən eynidir. Dövrə uyğun sən düşüncə dəyişməlisən.
düşüncəni necə dəyişərsən, bilmədiyin şey öyrənməklə. Yəni dövrənə uyğun düşüncəni dəyişirsən. Bu ikinci. Üçüncü də çox insan deyir ki, motivasiya. Mən onu biraz başqa cür baxıram. Motivasiya sənin həyatda gözlədiyin bir şey deyil yəni. Mütləq mənə motivasiya olmalı ki, mən bu işi görüm. Sənin cavabdehliyin üstünə hər şey qurulur. Demək olmaz ki, məsuliyyət olan yerdə işlə görülür. İndi hava çöldə pisdir, mənim əhvalım bugün pisdir, evdə bir söhbət oldu, onun uzubatını mən işə getmədim, ya işə getdim, orada bir problemlə üzləşdim, ki, əhvalım yoxdur, bugün mən işi pis görməliyəm. Bu olmamalıdır. Motivasiya müvəffəqidir, amma sənin cavabdehliyin önəmli olan şeydir. Motivasiya gəlib gedir, amma sənin cavabdehliyin səni həmişə gördüyün işi davamlı görməyə məcbur edir. Buna belə baxmaq lazım. Yəni bizi motive edən şey ümumiyyətlə cavabdeh olduğumuz şeylərdir deyirlər əslində. Məsuliyyət olmayan yerdə inkişaf yoxdur. İşi başlamaq üçün motivasiyanın olmağı önəmlidir. Bəli. Məni Qazaxstana aparan həmən o motivasiyadır. Amma oraya gedib çətinliklə üzləşəndə motivasiya olmur, itir. Yerində nə qalır? Sənin məsuliyyətlər. Məsuliyyətlər, bəli. Bir də Ərşad bəy, hər bir insanın həyatında ümumiyyətlə dönüş nöqtələri olur da, kritik qırılma yerləri olur. Məsəl üçün, biz belə təcrübələr eşidirik. Bir idmançı olsun, gəlir bir yerə, orada bir hadisə, bir emosional bir hadisə və orada qırılır və dönüş nöqtəsi orada olur. Ya o hadisə onu zirvəyə aparır, ya da ümumiyyətlə oradan uzaqlaşdırır. Və sizdəki bu 30 il davamlılıq var və bu 30 il davamında görünür ki, en sayda kritik nöqtələr olub, sizdə dönüş nöqtələri olub və heç birində kənarlaşmamışsınız və davam eləmişsiniz. Onlardan ən kritikini, sizin ən yadda qalanı bizlə bölüşərsiniz onu. Yəni ki, elə hansı bir hadisə olub ki, orada dönüş nöqtəsi, kritik dönüş nöqtəsi olub sizin üçün? O həyata çox olub, bir neçəsini deyə bilərəm qısa şəkildə. Məsələn, heç kim təyinatla Qazaxstana getmək istəmirdi. Rektor iclas keçirdi və orada könüllü şəkildə mən getdim. Qol çəkməyim hələ də yadımdan çıxmır. Biz institut qurtardıq, təyinatı aldıq və buraxılış bir yığıncaq olmalı idi. Orada vidalaşmalıyıq tələbə yoldaşlarımızla. Bir həftəlik kəndə buraxdılar bizi evə. Gəldi gibi elə oldu ki, mən özüm də idmançı idim. Amma baxmayaraq mən sarılıq xəstəliyinə tutuldum. Balnisada bir 15 gün yatdım. Həmin dövrdə hamı institutda yığışdı, hamı fikirləşdi ki, Ərşad yəqin getmək istəmir. Birinci qolu çəkdi özü, amma getmək istəmir. Amma mən balnisada yatırdım. O vaxtda telefonlar yox idi, yəni gərək poçtla gedib danışırdın kimləsə. Bir 15 gün balnisada yatdım, çıxan kimi Qazaxstana getdim. Orada hava şəraiti, yemək, qaraciyərin xəstəliyi belə gerəksən diyeta saxlayasan. Orada da yeməkxana hamı üçündür, yəni nə pişirirlər onu yeyərdin. Bunlara baxa bilmədim, təzədən mən xəstəliyin əlamətləri əmələ gəldi. Mən balnisaya getdim, mənə dedilər ki, sən bu şəraitdə yaşaya bilməzsən, sən buradan getməlisən. Mənim üçün çox ağır idi, yəni evdən heç kim razı deyir ki, mən gedəm. İndi sən geri dönməlisən. Bir də institutun belə bir tələbi var idi. Sən təyinatla mütləq 3 il işləməlisən. Sonra gələrdin instituta, diplomu verərdilər sənə. Belə bir qanun vardı o vaxt, bilmirəm indi necədir. Təyinatla 3 il hara gedibsənsə orada işləmək ki, məcburiyyətin deyildi. Dedim, bəs mən qayıda bilmərəm, mənə mütləq işləmək lazımdır. O vaxt mənə həkim bir məktub verdi ki, al o məktubu, apar ver direktor savxoza, sən orada şərait yaratsın. İndiyə kimi yadımdadır. O məktubu gətirdim. Savxoz direktorunun qəbuluna girdim. Məktubu ona verdim. Məktubu oxudu. Mənə bir söz dedi. Dedi, sən bura işləməyə gəlibsən, yoxsa Pepsi-Cola içməyə? O söz məni elə tutdu. Tər məni bastı. Dedim işləməyə. Dedi, onda ged işlə. Ya da gəl sənin ərzünün üstünü çəkim, qol çəkim, qayıt ged. Dedim, yox. İşləyəcəm. Oradan çıxdım, mənim üçün çox önəmli o dediyin nöqtə, çevriliş nöqtəsi kimi oldu. Gəldim, əlimdə nə pul var idi, onu verdim. Təmiz, nə lazım qışa uyğun paltar, qış ayı idi. Dəyişdim və söz verdim ki, mən bir il burada ölməməliyəm, yaşamalıyam
və yaya kimi ondan sonra çıxıb gedə bilərəm. Çünki geri dönmək mənim xəssiyyətimə uyğun deyil. İndi o təkəbbürlük idi, nə etsə, o bir ilə mən özümü elə göstərdim işdə. Yəni xəstəlik çəkildi, işə münasibətim dəyişdi, düşüncəmi dəyişdimi demək olar. Ondan sonra mənim üçün həyatda olan problemlər çox asan başa gəldi. Çünki o insan ölümünə üzləşəndə onu keçə bilirsə, çətinliyi, yalan kiçik çətinliklər adi bir şeyə çevrilir. Bizim hamımızın həyatında kritik nöqtələrimiz olur əlbəttə ki. Çoxumuz təslim oluruq. Görünür siz indiyə qədər də o bariz ruhunuzu saxlamısınız. Bu çox olub həyatımda, Babək bəli. Mən birini danışdım, yəni çox danışa belə. Hə, biləm. Əlbəttə bu 30 illik təcrübədən söhbət gedir də. Nə qədər burada bir kritik nöqtələr var. Ərşad bəy, bəzən biz cavanlardan eşidirik bunu. Təxminən bizim nəsil və yaxud da ki, bizim nəsildən daha balaca nəsil belə bir ifadə işlədirlər ki, məsəl üçün 60, 65, 50 yaş və bu yaş civarında 20 yaşında adam onları görəndə deyir ki, məsəl üçün bir 50 yaşında bir imkanlı bir şəxsi görəndə, biznesdə uğur qazanmış insan görəndə 20 yaşında bir gənc deyir ki, siz o vaxtı rahat idi, siz o yerlərə rahat gəlmisiniz, indi elə deyil, indi çətindir, biz alındıra bilmirik, rəqabət çoxdur və s. bəhanələr. 30 ildir siz oranı da görmüsünüz və indi buranı da görürsünüz. Siz iki ayrı dövrdə bu işi görmüş adam kimi. Siz başlayandakı biznes dünyası ilə indiki biznes dünyası arasındakı fərq nədir ki, cavanlar belə bir ifadə işlədilər ki, onda daha asan idi və yaxud da ki, indi daha çətindir. Bu fərq nədir? Gənclər müasir dövrdə elə bir komforta düşüblər ki, hər şey var. Ondan istifadə eləmirlər. Və fikirləşir ki, həqiqətən insanların əldə etdiyi nailiyyətlər təsadüfün ya dövrünə bağlıdır. Bunun heç bir əlaqəsi yoxdur. Biz qayıdıb o dövrə baxanda, deyək 30 il bundan qabaq, heç bir şərait yox idi. Heç bizim biznes haqqında bilgimiz də yox idi. Sosializm sistemi dağıldı, orada hər şey bəlli idi. Yəni sən 90 manat, 100 manat maaş alacaqsan, 8 saat işləyəcəksən, insanlar hamısı bərabərdir, sən cəhd eləsən, onu qoymurlar. Yəni qapalı bir sistem idi. Biz ona alışmışdıq. Bu dağılan zaman kapitalist sistemi yarandı. Təmiz başqa fərqli bir şey. Heç bir əlaqəsi olmayan. Və təzədən sıfırdan başlamalı oldun. Heç bir iş də yox. Biznes şkola yox, təcrübə yox, heç bir şey yox. Bu necə ola bilər ki, asan olsun? Hər şey sıfırdan başlayıb bir 10 il ona vaxt bitirdik demək olar ki, neysə başa düşək. Oxumalı bir şey də yox idi. İnformasiya da yox idi. Kör təbii hər şey. Sonradan 2000-ci illərdən sonra yavaş-yavaş bizim haqqında məlumatlarımız oldu. Yəni kapitalist sistemin, sosialist sistemin ayrı-ayrı fərqli bir şeydi. Bizim nə biliyimiz vardı, nə kapitalımız var idi, nə alacağımız bir yer də yox idi. Yəni bu informasiya hardan olaq, nə işlə məşğul olaq. Əlimizdə nə düşürdü ki, o işlə məşğul olaq. İndiki nəsil orada olan komfort, şərait bundan qabaqki nəslin heç birində olmayıb. İndi daha rahatdır deyirsiniz. İndi yəni fərq sizin başladığınız dövrlə indiki dövr arasında fərq deyirsiniz odur ki, indi daha rahatdır, daha komfortludur indiki gənclər. Hər şey əl çatandır, belə deyək. Əlbəttə, Babək müəllim, mən o vaxt instruktora təyinat alıb Qazaxıstana getmək həvəsi o qədər məndə güclü idi ki, mən 15 gün balnistada yatdım, 40 gün yatmalıydım. Oradan çıxıb bilet alıb Qazaxıstana uçdum. Və o arzu, o istək sənin bütün problemlərini üzləşən zaman saxlayır. Əgər o istək zəifdirsə, sən kiçik bir problemlə üzləşən zaman o işi buraxacaqsan. İşə hansı bir həvəslənsə getməlisən. Əlbəttə, mütləq. Biz sizin indi belə deyəcəm ki, uğurlu bir profil var. Ərşad bəy biz görürük, tanıyırıq, fəaliyyətlərlə maraqlanırıq. Görürük ki, uğurlu bir insandır. Yəni sizi səhnə önündə alqışlayırlar. Amma bir də var o səhnənin arxasındakı o göz yaşı, o tər, qan tər, o ümidsizliklər, o bitməyən gecələr və s.
və bu biznes sahəsindən əlbəttə söhbət edirəm. Siz çətin bir mərhələ keçmisiniz və indi başlayan, sıfırdan indi başlayan bir gənc nələr keçəcək? Hansı ki, Ərşad bəy onu bilir ki, o mütləq o çətinliklərdən o gənc keçəcək. Nədir o çətinliklər? O indidən bilib özünü ona hazırlasın. Çox qəribə sualdır, həm də maraqlıdır. Belə bir şey var. Deyir, insanı tanımaq istəyirsən, ya da ona məsləhət vermək istəyirsənsə, əvvəl onun ayaqqabılarını giy, onun keçdiyi yolu get, onun ayağına dəyən daşlar sənin ayağına dəysin, qəlbin ağırsın, göz yaşların tök. Sonra bilərsən ki, o hansı çətinliyi keçib. Ondan sonra sən insanlara məsləhət verə bilərsən. Həyat belədir. Həyat səni öyrətmədən böyütmür. Çətinlik olmadan sən inkişaf edə bilməzsən. Həyatın qanunudur bu. İnsanlar istəyir hər şey olsun, amma çətinlik çəkməsin. Problemlə üzləşməsin. Yoxdur elə bir həyat. Həyatın gözəlliyi onun çətinliyindədir. Amma bəzi insanlar o çətinliyi qəbul edir və onu inkişaf elətdirib, özünü inkişaf elətdirib o çətinliyi keçir. Bəzi insanlar isə təslim olur və ondan sonra hər şey günahlandırır. Ətrafda nə baş verirsə, özündən başqa. Mən ona elə baxıram. Və gənc nəslin də bugün əlində olan imkanlar, şəraitlər çox gözəldir. Biraz işə yanaşmaları başladı. Onları düzəltsələr hər şey olacaq. Spesifik olaraq biznesdə hamının yaşadığı bir problem var, Ərşad bəy ki, hamı oradan keçəcək. Belə dediyimiz bir şey var. Mütləq o problemlə üzləşəcəksiniz və orada büdrəməyin deyə biləcəyimiz belə bir şey var. Çox. Elə hallar çox olur. Bunlar az olsun deyə sən bir sistem yaratmalısan. Biznes sistem deməkdir. Sən o sistemi yaratmadısa, problemlər həmişə səndəndir. Sistemi yaradan zaman sistem problemləri həll edir, sən yox. Bir komanda yaradırsan, o komanda sənin sistemin içində olan insanlardır. Və o sistem işləyir. Sən də nəzarət edirsən. Onu yaratmayan zaman sənin həyatın ömrü boyu problemlidir. O şəxsən o tək biznes aid deyil. Yəni ailə həyatında, münasibətdə, cəmiyyətdə, bu həyatda hər şey sistemdir. Bizdən qabaq bunu Allah yaradıb. Kainat, hər şey sistemdir. Həyatın quruluşu belə sistemdir. İnsan özü sistemdir. Bunu dərk edib bilmək lazımdır. Bunu biləndən sonra sənin həyatında, şəxsi həyatında, ailə həyatında, cəmiyyətdə, biznesdə, hər yerdə sistem işləyir. Bunu da başa düşməkdən sonra birinci insan daxilində o sistemi yaratmalıdır. Düşüncəsində. Bilməlidir mənim ağlım nə qədərdir, özümü necə idarə edirəm, mənim problemlərim həyatda mənimlə bağlıdır, mən onu həll üçün nə etməliyəm? Bu sualları verə-verə özündə sistem yaratmalıdır və yarada bilmirsə öyrənməlidir. Onun üçün var psixoloqlar, coachlar, biznes şkolalar, onun üçündür. Yəni öyrənmək lazımdır, sistem yaratmaq lazımdır. Sistem qurmaq lazımdır, bəli. Bir də Ərşad bəy, belə bir tendensiya var, çox qəribədir bu. Həmişə olub, amma son dövrlər çox adamla işləyirəm. Xoşuma gəlmir bu məsələdən. Uğura gedən hər şey mübahdır bir anlayışı var. İndiki dövrdə həm yaşlarımdan da eşidirəm, özümdən balacalarda da eşidirəm ki, uğura gedən hər şey mübahdır falan. Bu şeydə bir bunu deyirlər, vaxtda da danışılıb falan bəhman, amma mən vurğulamaq istədiyim yer nədir? Siz biznesmensiniz, sahibkarsınız və sizin işçiləriniz var, maaş ödədiyiniz insanlar var və burada düzdür, dediyimiz kimi bir sistem var orada, sistemli şəkildə proses gedir, amma indi hamımız insanıq və bizim emosiyalarımız var. Mən bilmək istəyirəm ki, Ərşad bəy ümumiyyətlə işçilərlə rəftarda necədir? Yəni o tək uğurlu onlarla münasibətində hər şey mübahdır, istədiyimiz cür, yoxsa necə yanaşır? Daha emosional mı yanaşır, yoxsa elə biznes yönümlü fikirləşir insani münasibətlərdə? Necədir ümumiyyətlə işçilərimizlə münasibətiniz? O problem məndə də olub və indi mən qalib geri baxanda 5 il qabağa, 10 ilə, 15 ilə özümü gülürüm, düzü. Çünki mən çox emosional olmuşam və çox jəst olmuşam, tələbkar olmuşam. Amma tələbkarlıqla
emosional olmağın fərqi var. Sən tələkkar olub düzgün emosiya ilə idarə etmə çox gözəldir. Mən amma Paralel olmalıdır deyirsiniz. bəli, gənc ikən bunlara fikir vermirdim. Çox tələbkar idim, həm də biraz işdə qızğın göstərirdim özümü. Günlərin bir günü belə bir əhvalat oldu. Bir problemlə biraz hirsli idim, işə gəldim. Katibə çay gətirdi. Yəni, kabinetə girən zaman katibənin otağından keçirəm. Katib mənim hiss elədi ki, mən hirsliyəm. Çay gətirdi mənə, gördüm əlləri əsir belə. Mənə çox maraqlı gəldi, niyə bu əsir? Çayı qoydu, getdi, sonra mən ondan soruşdum, sizdən hər şey yaxşıdır? Dedi, hə. Dedim, bəs hiss elədim ki, biraz nəsə həyəcanlısınız. Deyir, Ərşad müəllim, siz hirsli olanda mən də belə oluram. Yəni, emosiya ilə işi idarə etmək, ya emosiya üstündə biznes qurmaq ən böyük səhvdir. O müvəffəqi işdir. Ondan sonra mən özümdə hiss elədim ki, mən səhər-səhər durub işə gedəndə hələ heç bir şey olmamış mənə səbəb oluram. Mənim səsimin tonu dəyişir, insanlar bunu hiss edir və mən psixoloqa müraciət elədim birinci dəfə. Bununla bağlı. Bəli, bununla bağlı. Biraz da müalicə aldım. Orada dərk elədim ki, biznes məni yorub. Mənim ailə həyatıma da təsir elədi. Onda biraz düşüncəmi dəyişmək məcburiyyətinə qaldım. Həyat da məni məcbur elədi. Düşünülmüş şəkildə etsəydim daha yaxşı olardı, amma məcbur oldum. Ondan sonra xoşuma gəldi. Aydınlıq gətirdi psixologiya mənə. Ondan sonra koç şkolasını oxudum. Ondan sonra 8 ildir bunu davamlı oxuyuram. Və biznesmenin psixologiyanı bilməsi çox önəmlidir. Ən aşağısından öz üçün. Ki, sən içində bir sakitlik yaradırsan. Sən bilirsən, sən kimsən? Nə istəyirsən? İşçilər necə idarə etməlisən? Komanda necə olmalıdır? Komandaya münasibətin necə olmalıdır? Kommunikasiya necə quracaqsan? Bu olmadan sən sistem şəklində biznes sala bilməzsən. Çünki yaxşı insanlar, düşüncəli insanlar, kobud insanlar yanında qalması mümkün deyil. Onlar seçib harda, onlara komfortlusa orada işləyəcəklər. Fərqi nədir ki, hardan o maaşı alır? Ona görə biznesmenin komanda yaratmağında önəmli şey onun insanlara olan münasibətidir. O vaxt mənim başıma bu gəlməsəydi, mən tərəfindən böyük bir səhv idi. Onu vaxtında düzəltməsəydim, yəni bu dediyim şeylər nailiyyətləri olmazdı. Bir işdə ilişib qalardım, bəlkə də heç o işdə alınmazdı. Bizim işlərimiz bugün onunla bağlıdır ki, mən biznesmenlər niyə yorulur, niyə iş yaradıcılıq buraxılır, niyə komanda yaranmır, niyə sistem işləmir? Bu mənim daxili təcrübəmdir, yəni onunla bölüşürəm. Möhtəşəm. Çünki Azərbaycanda çox eşidirik bu şeylər ki, sahibkarlar ümumiyyətlə aqressivdirlər və yəni, hətta işdə mobbinq olur işçilərə falan. Çox gözəl vurğuladınız. Yaxşı işçi mütləq ki, o cür mühiti tərk eləyəcək. Çünki komfort mühit axtarır. Niyə də qalsın ki? Bu çox maraqlı bir şeydir. İşçi gəlir, həyatının işə həsr edir, 8 saatını orada olur. O 8 saatda onun əhval-ruhiyyəsi yoxdursa, ancaq tənqidi, təhqiri görürsə, bir davleniya görürsə, təzyiq görürsə, bu nə etməlidir? Çox dözməz ki orada. Ya orada ən zəif işçi qalar, dözər buna, yaxşı işçi orada qalmaz. Mütləq yerini dəyişəcək. Sən də biznesi güclü, kompetensiyası olmayan insanlarla qura bilməzsən böyük biznesi. Kiçik biznes ola bilər. O da müvəffəqi biznesdir, yəni uzun müddətli biznes olmur belə.